Salam, necəsiz? Bugün dərs videosundan qarşınızdayım. Əslində tam dərs videosu deyil, eyni zamanda sizlə biraz söhbət eləyəcəm. Bir neçə gündür özümdə hiss etdiyim problemi də sizinlə bölüşəcəm ki, düşünürəm ki, bu əslində bir çoxlarımızın problemidir. Baxın, mən günlərdir dərs oxumuram. Baxın, 5-ci gündən başladım. 5, 6, bazar bu 3 günün 3-ündə dərs oxumadım və özümü o qədər pis hiss edirəm ki, düşünürəm ki, artıq məndə alınmayacaq. Mən imtahanda keçə bilməyəcəm. Özümü zəif hiss edirəm. Bəzən işdən yorğun gəldiyim üçün də belə istəyirəm. Bir tərəfdə yay var. Bayaq rəfiqəm deyir ki, yaydır, yayda heç kim dərs oxuya bilmir. Bilirsiniz, abituriyentlər 10-cu sinifdə artıq dərslərini oxuyublar, amma mən indi başlamışam. Yəni indi deyəndə biraz var başlamışam və mənim yayda oxumaqdan başqa çarəm yoxdur. Çünki işdən sonra nə qədər vaxtım qalacaq ki? Hə, ümid oluram 21 günə, amma bəzən insan məsuliyyətsizlik eləyir və ayırırsan ki, tətil bitdi və sən heç nə eləməmisən. Qarşıma qoyduğum məqsədlərin heç birini çatmamısan. Ona görə biraz stressliyəm. Hətta bugün düşündüm ki, hətta nəinki bugün, dünən gecədən bəri düşünürəm ki, görəsən mən səhv eləmişəm. Yəni mən də alınmayacaq, özümü biabr eləyəcəm. Eyni zamanda özüm belə özümə verdiyim sözü tuta bilməyəcəm. Kaş bəlkə də hazırlaşmazdım deyə biraz motivasiyadan düşdüm. Yəni bilmirəm, özümü qəribə hiss edirəm. Yəni bilmirəm tam səmimiyyətimi sizə ötürə bilirəmmi, amma həqiqətən mən 3 gündür heç nə oxumuram və elə bilirəm ki, mən bacarmayacağam. Çünki ingilis dili var, riyaziyyat var, tarix bir tərəfdən. O qədər mənə sıxıntı gəldi ki, birdən-birə. Və dedim ki, kaş mən bu yola atılmazdım. Çünki biraz da prinsipə düşmüşəm. Mənə lazım olan baldan daha artıqını istəyirəm. Həm rahat olmaq istəyirəm. Bundan əvvəlki qəbulda çox stres keçirmişdim. Yəni özüm qəbul olduğum ildə də stres keçirmişdim. Magistratura üçün də mən stres keçirmişdim. Balım onlarda az gəlmişdi deyə ixtisas seçimində o qədər stres yaşamışdım ki, o stresi yaşamaq istəmirəm, rahat olmaq istəyirəm. Ona görə də istəyirəm ki, yaxşı bir bal toplayım ki, rahat olum və görmək istəyirəm, potensialımı görmək istəyirəm. Mən özümü əsəbləşirəm nəyə görə? Sirqamın birini çıxardıb, birini çıxartmamışam. Onu da çıxardım. İndi kameradan baxanda istəyirəm, gördüm. Bilmirəm, bu sizdə də belədir. Siz də neçə gün dərs oxuyursunuzmu, oxumursunuzmu, bilmirəm, yəni. WhatsApp qrupuna yazanlar var ki, hər neçə gün dərs oxumur, amma bu hamıda belədir. Yoxsa məndə problem var, məsələn. Saçımın buradan çıxmağına belə əsəbləşirəm. Yəni, bu niyə çıxıb da, yəni. Şimdi də, bilmirəm, sinirlərim pozulub, həm iş, həm dərs sinirlərim pozulub. İnsan ağlamağa gəlir də bəzən. Mental cəhətdən çökmüşəmmi? Amma deyəcəklər ki, nə yatdın, nə yuxu gördün ki, nə oxudun ki, sən bu qədər mental çöküş yaşadın ki, Aytac. Bilmirəm, amma insan bəzən belə olan hallarda mövcud olur da, yəni. Nəyəsək də bacarmırıq, onlar ötəsinə gələ bilmirik. Mən hər şeyi sizə güllük gülistanlıq göstərmək istəmirəm ki, hər şey əladır, mən hər zaman dərs oxuyuram, mükəmmələm, mən bacaracağam hər şeyi. Mən sizə belə bir şey göstərmək istəmirəm. Çünki siz də mənim kimi motivasiyadan düşə bilərsiniz, oxumaqda çətinlik çəkə bilərsiniz. Durun, mən sizə nə yalan danışım, niyə yəni sizi aldadım ki, mən əlayam, siz zəifsiniz, baxın, mən daha güclüyəm, xeyr, mən də zəifəm. Ona görə də bunları da sizinlə paylaşmaq istəyirəm. Bilmirəm, bu sizi motivasiyadan salar, bu sizə pis təsir edər ya yox, bilmirəm. Amma nə varsa onu paylaşmaq istəyirəm ki, yəni təkcə əgər siz də mənim kimisinizsə, təkcə siz də belə deyilsiniz. Ay, işıq düşür deyə qorxdum. Başqa insanlar da belədir. Bacaracağımı, bacarmayacağımı bilmirəm. Əlimdən gələni eləyəcəm. Rəfiqəm deyir ki, sən peşman olacaqsan. Əgər indi oxumasan, imtahan gələndə peşman olacaqsan. Əlim kitaba getmir, inanırsınız. Yəni bu 3 günlük özümə elədiyim hərəkətə görə əlim kitaba getmir. Amma bugün məcbur eləməliyəm. Gəlin çox uzatmadan keçək dərsə. Nə eləyəcəyik onu yazaq, qeyd eləyək. Bugün hansı dərslərimizdə onu qeyd eləyək. Bugün birinci gündür. Birinci gün yeni başlanğıcdır. Biz də inşallah yeni başlanğıc eləyək. Azərbaycan tarixi ilə Azərbaycan dili olacaq bugün. Nəysə, toparlanaq bir dənə. Bugün Azərbaycan dili ilə Azərbaycan tarixi olacaq. Baxaq görə biz hardaydıq. Yaxşı ki, bu dəftər var. Bu dəftər mənim ən böyük motivasiya qaynağımdır. Sağ olsun. Deməli, Azərbaycan tarixindən gəlin baxaq ki, biz harada qalmışdıq. Azərbaycan tarixindən qalmışdıq. Bunları oxumuşuq da. Ümumi tarixiymiş. Qaraqoyun dövlətindəyik. Qaraqoyunun 1410-1468-ci illər. Görək nə qədərdir. Gəlin bir yerdə baxaq sizlə. Deməli, burada yenə mükəmməl xəritəmiz. Buradan başlayır mövzu. Bu hissə. Maşallah, maşallah. Bura və bura. Bu qədər. Əslində, axırda bir tarixdir. Yəqin ki, məcə bu dərsin içində var deyə problem olmaz. Elə hamısını götürəcəm, yəni yarı-yarı bölməyəcəm. Deməli, birinci yazaq. Gəlin, ayın tarixinə baxaq birinci ki, bugün ay necəsidir. Ayın 13-üdür, 13 iyul.
Qaraqoyunlular. Azərbaycan dilindən keçən dəfə əvəzliyi bitirdi. İndi feilə keçirik. Feil böyük bir bölmədir. Yalandan bir şey qoymayacağım. Feili bacardığım qədər eləyəcəm. Feil. Tarixdən test. Bu qədər. Test sizə saatı göstərin ki, saat neçədir? Saat 19:49-da, 19:50-dir. İki dəfə də bu qədər dərsə tez başlayıram sizlə. Bu arada bu Qaraqoyunlarla bağlı qeydlər də alacağım. Qeydləri sizə göstərəcəm. Amma öncə gedəcəm mətbəxdə bir neçə işim var. Mətbəxi toparlayacağım. Ondan sonra dərsə başlayacağım və dərsə oxuyanda sizin üçün videonu çəkəcəm. PDF-lər telefonumda o qədər doldu ki, heç nə çəkə bilmirəm, heç nə yükləyə bilmirəm. Bir gün oturaq o PDF-ləri bir yerdə yığaq. Planşetdə, not yerində yığaq ki, ədəbiyyatı bir yerdə olsun, Azərbaycan dili bir yerdə olsun. Belə bir sistem yaradarıq. İndi girdim 3-cü qrupun keçənki proqramına görə nələr var, nələr yox orada. İşıq da düşür. İndi birinci izaha baxım, istiarə müəllimə qulaq asım, sonra dərs tam mənə aydın olsun, tanış gəlsin, sonra başlayım oxumağa. Aparıcı rol oynayan tayfanın adı ilə Baharlı dövlətindən Qaraqoyunlu da yazar bizim üçün, Baharlı da yazar. Baxaq görək nə baş verib, bu dövlət necə oldu, meydana gəldi. Naxçıvan və Sürməlidə məskunlaşırlar. Lakin belə bir hadisə baş verir. Dünyələr kimlərdə miqra sertifikasiyaya hazırlaşan şəxslərin imtahanlarında. Amma bu gün danışsaq Qaraqoyunlu dövlətindən necə oldu ki, Baharlar gəldi. Əmir Teymurun Azərbaycana yürüşləri, Qara Məhəmmədin istəkləri. Deməli, müəllim izah edir, qulaq asıram və mənə elə gəlir ki, elə bir his gəldi içimə ki, bundan öncə sanki mən tarix oxumurmuşam, sanki tarixi indi oxuyuram. Yəni, Qaraqoyunlular o qədər mənə tarix oxuyurammış kimi hiss etdirdi ki, bundan öncəkilərdə o hiss məndə yox idi. Amma hər şeyin ardıcılıqla gəlməyi o qədər xoşuma gəldi ki, nəm qaçlar Misirə, sonra Əmir Teymur ölür, Osmanlıya sığınırlar əvvəlcədən. Neysə, mən maraqlı gəldi mövzu. Çünki burada həm də Pirbudağı oğulluğa verib, onun səbəbləri var. Məsələn, Qara Yusif oğlu Pirbudağı Cəlairi Əhmədə övladlığa verib. Yəni, nəsə maraqlı dərsdir, çox xoşuma gəldi. Bilmirəm, bu sizdə də belədimi, siz də belə hiss elədinizmi? Ümumiyyətlə, mən Osmanlı tarixini çox sevirəm. Dərsə çox sevirəm Osmanlını. Hətta, yəni, əgər əlimdə olsaydı, mümkün olsaydı, bəlkə Türkiyədə yaşasaydım, Osmanlı tarixini araşdıran bir alim olmaq üçün belə çabalayardım. O qədər xoşuma gəlir mənim tarix, yəni Osmanlı tarixi. Bilmirəm, bu mənə tam belə tarix oxuyurammış, Azərbaycan tarix oxuyurammış kimi hiss etdirdi. Deməli, mövzunun izahına baxdım. Qəşəng mövzuydu. Düz biraz uzunluq vardı, biraz qarışıqlıq vardı, amma o qədər də qəliz deyildi. İndi başlayacağım oxumağa. Bunu bitirib daha sonra qeydini alacağım və qeydini də sizə göstərəcəm. Eyni zamanda Telegram və WhatsApp qruplarımıza da göndərəcəm. Deməli, Qaraqoyunluları öyrəndim və Qaraqoyunlar o qədər də qəliz bir mövzu deyildi, rahat idi. Düzdür, bəzi nüanslar var ki, insan qarışdıra bilər, amma bu tarixin hər mövzusunda belədir ki, biz qarışdıra bilərik, əfsuslar olsun ki. Amma ümumən götürəndə çətin mövzu deyildi. Yadından çıxa bilər ki, çıxacaq da, amma normal öyrəndim və gec öyrənməyimin ən böyük səbəblərindən biri telefonda fikrimi qalmağı idi. TikTok'dan gələn linklər idi ki, beynim orada qalmışdı. Girdim, orayları oxudum, biraz xoşbəxt oldum. Düz vecimə deyildi, amma yenə də baxdım hər ehtimala qarşı ki, görüm nə var, nə yox, nə qədər mənə linç gəlib belə. Ona görə də biraz vaxtım ona getdi, amma ümumi tarixinə mənim bütün günü mənim ümumi tarix əsəbəm oynadı bugün. Azərbaycan tarixinə Qaraqoyunları öyrəndim. İndi digərlərinə keçəcəm.
Oyunların qeydini tutdum. Baxın, bunun şəkillərini çəkə bilərsiniz bu arada. Yəni o qədər dərsdən bunun qeydini çıxardım. Yəni bu qeydlər o demək deyil ki, hər şey yazılıb. Mütləq şəkildə kitabı təkrar eləyin. Sadəcə bu qeydlərə də baxın. Çünki bunlar sadəcə elə belə təkrardır, gündəlik təkrar üçündür, eyni zamanda yada salmaq üçündür. Amma mütləq şəkildə kitabdan təkrarlamaq lazımdır. Mən özüm də bura qeyd eləsəm də həm bu qeydlərə baxıram, həm də kitabdan təkrarlayacağam inşallah. Deməli, mətbəxə gəldim. İndi tarixdən testə başlayacağım. Amma tarixdən test işləyəndə ürəyim sıxılmasın deyə təbii ki, burada videolara baxacağım. Məsələn, bugün Haluk Levent'lə bağlı videolar çıxıb. Oturub ona baxacağım. Mağazin xəbərlərini izləyəcəm. Çünki mağazin xəbərlərini mən xoşlayıram. Dəhşət çox xoşlayıram. Əsasən Türkiyə YouTube kanalını sevdiyim üçün onlara baxacağım. Amma gəlin Azərbaycan tarixində Qaraqoyunlar neçə testi onları sizə deyim. Heç özümdə baxmamışam. Gəlin bir də baxaq. Deməli, Qaraqoyunlar bu hissədə başlayır. 201-ci səhifədə başlayır. 78 dənə testdir. Məncə çox test deyil əslində, normaldır. Baxacağım, yəni əgər işləyə bilməsəm artıq, yəni necə, artıq ürəyim sıxılsa dayana bilməsəm, testin izahlarına baxacağım. Sonlara yaxın bəzən elə edirəm, yalan deyil. Yəni bəlkə də bu ziyandır, amma eləyə bilmirəm bəzən. Ürəyim sıxılır deyə testin izahlarına baxıram. Siz də baxa bilərsiniz məncə. Həm elə olanda yəni bir fərq olmayan yadda qalır. Mənimlə bir yerdə işləyirsə, bəlkə mövzu. Ağ-qoyunlar nə qədərdir? Evə baxım ağ-qoyunlara. Ki, ağ-qoyunlar nə qədərdir? Ağ-qoyunlar deyil o qədərdir, yəni çox dadlı. Qaraqoyundan daha çoxdur. Fizikçilər testi. 27 dənə testi. Neyse, gələn dəfə daha ürəyimiz sıxılacaq. İndi çox uzatmadan keçirəm testə. Test eləyim, başlayayım mağazinin qoşun baxın. Mən bəzən Seda Akgülə baxıram, Yağmur Çeliyə baxıram. Məsələn, arxada oyun videoları üstündə yeni xəbərlər çatdırılır, onları izləyirəm. Bir də ki, vlog kanallarım, mən ümumiyyətlə YouTube xəstəsiyəm, yəni mən dəhşət YouTube sevirəm deyə. Ancaq YouTube izləyirəm. Hər işimdə, hər işdə, yeyəndə, gəzməyə gedəndə, hazırlaşanda. Ona görə də indi baxacağım. Siz də testinizi götürün, danışa bilmədən çayınızı süzün, gəlin başlayaq. İşte bir yandan kendine kanser de, bir yandan git evladını, bir kız evladını, tek kız evladını uçak kazası. Deməli, Azərbaycan dilindən indi feilin izahına baxacağım. Bir dənə mənim izaha baxacağım. Bu arada mənim bir planım var idi ki, gecə yatım. Gecə, daha doğrusu axşam yatım, dərsdən sonra biraz yatım, gecə durum və dərsimi oxuyum. Oyana bilmədim. 1-2 saatim qalıb, indi oyanmışam. Bir vlogda baxacağım. Harada qalmışamsa, testlərin əlavələrinə, izahlara. İndi birinci feildən başlayacağım. Əslində geniş bir bölmədir. Yenə də birinci testə baxacağım. Testdə yadımda qalan şeylər varsa, onları eləyəcəm hələ feildən. Hələ tam izaha baxmamış ki, vaxtım getmədən testi çox işləyə bilim. İndi çox vaxt itirmədən keçirəm Azərbaycan dili testinə. Daha sonra da sağollaşıb, hazırlaşıb işə gedəcəm. O qədər qarışıq mövzudur ki, yəni daha doğrusu o qədər geniş mövzudur ki, izah dəhşət çoxdur və hərə bir başına atıb. Ona görə də birisini yiyəcəm, topunu açacağım. Orada feildə birinci başlıqda hansı gəlirsə bölmə-bölmə. O bölmə-bölmə izahlara baxıb daha sonra test işləyəcəm. Məsələn, burada ilk feilin quruluqça növləri gəlir və o çox azdır. Bir də feilin qrammatik məna növləri. Bu genişdir. Belə. Bura qədər izaha baxıb işləyəcəm. Əslində bu mövzunu, yəni feilin qrammatik məna növlərini oxuyaraq da işləyə bilərəm, qaydadan oxuyaraq da işləyə bilərəm. Amma bəzi məqamlar ola bilər ki, mən orada çətin çəkim. Məsələn, icbari növ çox rahatdır, qayıdış növ çox rahatdır. Amma bəzən məchul növü mən qarışdırırdım. Yəni tam tuta bilmirdim. Bəzi məqamlar ola bilər ki, mənimlə daha rahat baş salsınlar. Məchul, qayıdış, şəxsiz növ, icbar növ, bir də qarşılıq birgəlik növ. Yadda saxlayın, məlum növün özünə məxsus şəkilçisi yoxdur. O demək deyil ha, yəni məlum növ şəkilsiz işlənməlidir. Elə bir məqam deyil.
Feildən bir qədər test işlədim. İndi yolda gedə-gedə də izahlara baxacağam. Yəni nə mənada yolda test işləyə bilməyəcəyimə görə müəllimlərin izahları olur da, YouTube-a topluları qoyurlar. Onlara baxacağam. Əvvəl özüm işləyəcəm yolda, daha sonra müəllimlərin izahlarına baxacağam. Feil əslində biraz geniş mövzudur, amma maraqlı bölmədir. Bir də axşam tarixi elədik. Əlimdə burada görsənir. Bir də axşam tarixi elədik. Ümumiyyətlə götürəndə pis keçmədi. Necə pis keçmədi? Tarixi yaxşı oxudum, testini işlədim. Azərbaycanı biraz geri düşdüm. Amma bilmirəm, yəni işdən sonra o qədər yorğun gəldim ki, dedim yatmayım, gecə yatmayım. Elə evə gələn kimi oxuyum, gecə yataram. Gördüm ki, yox da yoruluram, yəni bacarmıram. Sonra yatdım, gecə oyandım. Amma deyəsən bundan sonra biz elə gecə oxumağa davam edəcəyik. Bəzi o da məni bezdirir, amma görsəm ki, məcbur qalıram, çatdıra bilmirəm axşamlar. Ona görə yatıb oyanıb gecə səhərə qədər oxuyacağam. Yəni əvvəlki formada. İnşallah ki, bizim üçün xeyirləsi olar. Düz biraz motivasiyadan düşdüyüm bir vlog və bir gün oldu. İnşallah hər şey qaydasına düşər. Bilmirəm, yəni bir şey eləyib qaydasına salmalıyım hər şeyi. Bilmirəm, yəni inşallah bu video qısa olmaz, uzun olar, sizin xoşunuza gələr. İndi hazırlaşıb işə gedəcəm. Yuxumu almışam əslində, yuxum gəlmir qətiyyən. Amma mən bugün yolda və yaxud da indi harasa gedib gələndə feildən testləri daha da çox işləyib, bəlli bir yol qət eləmək istəyirəm. Artıq yeni, bilirsiniz, tələsirəm, yeni mövzuya keçmək istəyirəm. İstəyirəm ki, bitirim proqramı. Nəsə olur ki, yox, yadından çıxsa belə bəzi mövzular, proqramı bitir. Daha sonra təkrarlayacaqsın, onsuz da narahat olma. Yəni, ürəyim sıxılır. Yenə deyirəm ki, birinci qəbulda məndə travma qalıb ki, o vaxt mən mövzuları çatdırmamışdım və ona görə tarixdən çatdırmamışdım və ona görə o qədər stres keçirmişdim. Axşam ingilis dili və ədəbiyyat oxuyacağam. Bu arada, əgər istəyirsinizsə, sizin üçün bir gün yox, bir neçə günü vloglaya bilərəm. Yəni, sadəcə Azərbaycan tarix oxuduğum birinci günü yox, birinci, ikinci, üçüncü günü bir yerdə çəkib sizin üçün də paylaşa bilərəm. Yəni, əgər elə istəyirsinizsə, vlogları eldə çəkmək olar, problem deyil. Bir gündən bir gəlir də hər zaman, ya da 2 gündən bir. Artıq biraz ara verəcəm, 3 gündən bir ola bilər. Məsələn, o cür paylaşacağım ki, həm özüm də çox vaxt getməsin, həm də sizi də bezdirməyim. Bu məsələ də var, çünki insan çox baxdıqca artıq bezir bir müddətdən sonra. Belə, indi gedirəm, hazırlaşım. Bitər kimi hazırlanacağım. Hazırlaşıb çıxım evdən, sonra işə gedim. Axşam gəlim inşallah ədəbiyyatla ingilislə başlayacağım. Bilmirəm, gəlib oxuyaram, yoxsa gecə səhərə qədər oxuyaram. Bunu sizə yazacağım, bildirəcəm WhatsApp və Telegram qruplarında. Bu arada WhatsApp və Telegram qruplarımıza gəlmək istəyirsinizsə, aşağıda açıqlama qismində yerləşdirmişəm. Mən sizə bu videoluq sizdən sağlaşıram. Növbəti videolarda, vloglarda görüşənədək hələlik.